Salam uşaqlar, ayın 7-si olan quizi məntiq suallarını izah etdim sizin üçün. Deməli, birinci sual bu şəkildə idi ki, deməli aşağıdakı şəkildə təsadüfi qeyd olunan nöqtənin 1, 2, 4, 5 nömrəli fiqurlara düşməməsi ehtimalını tapın deyir. Və hətta əlavə qeyd edib ki, 1, 2, 4, 5 nömrəli fiqurların təpə nöqtələri damaların mərkəzində, sonra ya xananın mərkəzində, ya təpə nöqtəsində, ya da tərəfinin ortasında yerləşir. Yəni bir xana bir saha vahididir deyir. Və onu birinci uşaqlar bir hadisənin baş vermə ehtimalı ilə baş verməmə ehtimalı cəmi 1-ə bərabərdir. İndi mənə burada 1, 2, 4, 5-ə düşməməsi ehtimalını soruşur. Mən onu tapmaqdan ötürü 1, 2, 4, 5-ə düşmə ehtimalını tapıb 1-dən çıxacam. 1, 2, 4, 5 nömrəli fiqurlarımız üçbucaq, trapesiya, düzbucaqlı və paralleloqram şəklində verilibdir bizə. Məsələn, bir nömrəli fiqur üçbucaqdır. Üçbucağın sahəsi necə tapılırdı? Hündürlük vurulsun çəkildiyi tərəf böl 2. Və indi bunun sahəsini deməli S bərabərdir. Bunun hündürlüyü baxırsınız buradan bura 1 dama, 2 dama, 3 dama, 4 damadan ibarətdir. Hündürlük 4-dür. Deməli, hündürlüyün çəkildiyi tərəf 2 dənə tam damadır, 2 dənə də yarımçıq. 2 yarımçıq dama bir əmələ gətirəcək bizim üçün. Yəni o tərəf bir dənə kvadratın tam tərəfini əmələ gətirər. Bu 2 dənə yarımçıq hissələr. Çünki deyir ki, təpə nöqtələr tərəfin ortasında olacaq. İndi deməli 2 tam dama uzunluğudur, 2 dənə də yarımçıq dama uzunluğu. Bu bizə verəcək ümumilikdə 3, 4 vur 3 böl 2. Bu bizə verir 6. Saha olur bu üçbucaq üçün 6. Daha sonra trapesiyanın sahəsi hündürlük vurulsun orta xətt. Orta xətt də oturacaqların cəminin yarısına bərabərdir. S bərabərdir. Məsələn, bunun üçün hündürlük deməli olacaq 2. Buradan buraya olan hündürlük olacaq 2. Aşağı oturacaq deməli 3/5-dir. Yuxarıda oturacaq 1/5-dir. Cəm 5 eləyir. 2-yə böləndə 2/5 eləyir. Yəni oturacaqların cəmini 2-yə bölüb hündürlüyə vuranda bunun sahəsini almış oluruq biz. Bu oturacaqların cəmi 5 eləyir. Yarısı 2/5. Hündürlüyə də vuranda 2/5-i, yenə də bunun sahəsini 5 almış oluruq. Düzbucağlının deməli sahəsi eni və uzunluğudur. Bu eni vurulsun uzunluqdur. Deməli eni 2-dir, uzunluğu da ki 3/5-dir deyə bu bizə verəcək 7-ni. Paralleloqramın sahəsi hündürlük vur çəkildiyi tərəfdir. Sən buradan bura qədər olan hündürlük deməli 3-ə bərabər olacaq, 3 damaya bərabərdir uzunluğu. Deməli oturacaq da 3-ə bərabər olacaq. 9 olacaq bunun ümumi sahəsi. Nəticədə biz bu 1, 2, 4, 5-in sahəsini tapmış olduq. Onların cəmi bizə verəcək deməli 5, 6, 11, 9, 20, o da 7, 27. İndi bu 1, 2, 4, 5-ə düşmə ehtimalı necə tapılırdı uşaqlar? Əlverişli hallar sayının, ümumi hallar sayına olan nisbəti bunun düşmə ehtimalına bərabərdir. Bu nöqtənin bu nömrəli fiqurlara düşmə ehtimalı 27-nin həmən yəni 1, 2, 4, 5-in ümumi sahəsinin bütün şəklin sahəsinə olan nisbətinə bərabərdir. Bütün şəklin sahəsi də tərəflər 11 damadan ibarətdir deyə 121 eləyəcək sahə. Ümumi sahə 121-dir. 27-nin 121-ə nisbəti bizə verir qeyd edilən nöqtənin 1, 2, 4, 5-ə düşmə ehtimalını. İndi bizdən düşməməsi ehtimalını soruşurdu deyə 1-dən çıxacağıq. 27-nin 121-ə nisbətini. İndi 1-i də 121-də 121 şəklində yazırıq. 121 bölü 121 kimi məxrəclər bərabərləşsin. İndi 27 bölü 121-i çıxacağıq 121-də 121-dən. O da bizə verəcək. Məxrəc 121 olaraq qalır. Sürətdə 121-dən 27-ni çıxanda bu bizə verəcək 94. Cavab olacaq D variantı. Daha sonra 48 nömrəli sual anaqram mövzusuna aiddir. Hərflərin sırası pozulubdur. Sözləri tapmalıyıq, fərqli olanını seçməliyik.
A variantı çilingər sözüdür. B variantı mühəndis sözüdür. Dizayner, D variantı dizayner. Sonra C variantı mühasib. Y variantı isə həvəskar sözüdür. Burada fərqli olan söz Y variantı, həvəskar sözdür. Çünki digərləri peşələrdir. 49 nömrəli sual qeyri-aşkar operator sualıdır. Burada nə edirik uşaqlar? Deməli, operator 471-ə tətbiq olunub 14 alınıb. Buradakı ədədin rəqəmləri hasili 4 vur 7, 28. 1-ə də vursaq 28 eləyir. 28-i 2-yə böləndə 14 eləyir. 28 böl 2. 6 vur 8, 48. 2-yə də vuraq 96. Yenidən 96-nı 2-yə böləndə 48. Deməli, hər bir ədədin rəqəmləri hasilini 2-yə bölməli. Yəni, 3 vur 8 vur 4 böl 2. Bu bizə verəcək, deməli, 48-i. Sonra 50 nömrəli sual. 50 nömrəli sualda bizə deyilir ki, uşaqlar, su ilə dolu hovuzun boşalma qrafiki verilibdir. Dolu hovuz neçə dəqiqəyə boşalacaq? Baxırıq ki, burada deməli, başlanğıcda 56 kubmetr olub tutaq ki, hovuzdakı ümumi suyun həcmi. 1 dəqiqədən sonra bu su azalaraq 52 kubmetrə düşübdür. Azalma nə qədər olubdur? 4. Deməli, bu 1 dəqiqəyə 4 kubmetri boşalıbsa, x dəqiqəyə də 56-nın hamısı boşalacaq. Deməli, 4 vur x bərabərdir, 1 vur 56, x bərabərdir, 56 böl 4, 14. Deməli, 14 dəqiqə lazımdır ki, bu hovuz tamamilə boşalsın. Növbəti sualımız 51 nömrəli sual qeyri-aşkar operator mövzusuna aiddir. 12 və 22-dən 7 alınır. Necə alınır? Sol və sağdakı ədədlərin rəqəmləri cəmini toplayırıq. 12-nin rəqəm cəmi 3, 22-nin rəqəm cəmi 4. 3 ilə 4-ün cəmi 7 eləyir. İndi biz bunu 28 və 5-ə tətbiq etsək, 2 plus 8, 10, üstünə də eləcə 5 gələk, eləyəcək cavabımız 15. Daha sonra 52 nömrəli sual. 52 nömrəli sualda nə deyilir uşaqlar? Deyilir ki, belə bir şəffaf lövhələr verilibdir. Bu lövhələrdəki naxışlar deməli görünür bizim üçün. Sonra bu lövhələri üst-üstə qoymaqla aşağıdakı 3 eyni ölçüdə şəffaf şüşə lövhə üzərinə boya ilə fərqli naxışlar çəkilibdir. Sonra bu lövhələri üst-üstə qoyanda aşağıdakılar alınıb. Yəni 1 ilə 2-ni üst-üstə qoysaq birinci şəkil, 1 ilə 3-ü üst-üstə qoyanda ikinci şəkil, 2 ilə 3-ü üst-üstə qoyanda üçüncü şəkil alınır. İndi biz buradan birinci lövhə üzərindəki naxışları müəyyən etməliyik. Mən baxıram ki, 1 ilə 2-ni üst-üstə qoyanda birinci fiqur alınır, 1 ilə 3-ü də üst-üstə qoyanda ikinci fiqur alınır. Deməli, bu ikisində olan ortaq xətlər birinci lövhənin xətləridir. İndi mən baxıram ki, burada 1 ilə 2-nin ortaq xətti, məsələn, bu şaquli xətt deyil. Deməli, bu şaquli xətt 3-cü lövhənin xəttidir ki, 1 ilə 2-də görünmür, 1 ilə 3-də görünür. Daha sonra, burada deməli, ortadan aşağı düşən xətt ikinci lövhədə 1 ilə 3-ün üst-üstə qoyuluşunda yoxdur. Deməli, bu xətt ikinci lövhənin xətti olubdur. Ona görə biz yeni də silirik, yəni bu xəttə görə. Daha sonra biz görürük ki, 1 ilə 2-nin üst-üstə qoyuluşunda ortada beləcə bir x alınıbdır. Diagonal xətlərin hər ikisi görünür. Amma 1 ilə 3-ü üst-üstə qoyanda bu diagonal xətlərin biri görünür, digəri yoxdur. Deməli, bu soldan sağa gedən xətt ikinci lövhənin xəttidir. Hansı ki, o, məsələn, B variantında verilibdir. Deməli, o birinci lövhənin xətti deyil. Həmçinin ümumiyyətlə bizə verilən üst-üstə qoyuluşlarda heç birinin sol tərəfində x şəkilli kəsişmə görmürük, D-ni də silirik. Bir dənə doğru variant C variantıdır ki, yəni C variantında olan bütün xətlər həm 1 ilə 2-nin üst-üstə qoyuluşunda görünür, həm də 1 ilə 3-ün, deməli o xətlər elə birinci lövhənin xətləri olubdur.
53 nömrəli sualda, yəni buradakı gördüyünüz bu sualda verilibdir bizə 12, 3, 10-dan 10 alınır. Necə alınır uşaqlar? Kənardakı bu 3 ədədi toplasaq, bu bizə verir 25-i. 25-dən kök alsaq 5, 5-i də 2-yə vursaq 10 edir. Sonra, yəni 25-dən kök aldıq, elədi 5, 5 də vur 2, elədi 10. İndi biz bunu tətbiq eləsək 22, 13, 29-a. Deməli, 29 ilə 13-ün cəmi bizə verəcək 42, üstünə də 22 gəlsək 64, buradan 8 alınır, 8-i də 2-yə vuranda 16 olacaq cavabımız. Daha sonra 54 nömrəli sualda deyilir ki, qanuna uyğunluğu müəyyən edin, artıq olan fiquru tapın. Bu kimi suallarda uşaqlar simmetriyaya fikir verməlisiniz. Ya bir araşdırmalısınız ki, hansı fiqurun simmetriyası var, hansının yoxdur, ya da ki, sayla baxa bilərsiniz bu hissələrə görə. Məsələn, mən birinci fiqura baxıram ki, birinci fiqurun, deməli, ən aşağı hissəsi kvadrat formalı bir hissə sağa doğru açıqdır. Sağa doğru yönəlir. İndi bu, ümumilikdə bunun əksini, simmetriyasını araşdırıram. Baxıram ki, onun simmetriyası sola baxanlardan hansı ola bilər? O da bu fiqurdur. Deməli, yəni, bu ikisi bir-birinin simmetriyasıdır. Sonra bu ikincinin simmetriyası uşaqlar. İkincinin simmetriyası budur. Sonra bu üçün simmetriyası. Birin soludur. Bu dördüncü fiqurun simmetriyası. 2-nin sağıdır. 5-incinin simmetriyasını axtarsaq. 5-incinin simmetriyası 3-ün soludur. Sonra bu iki fiqur bir-birinə simmetrikdir. Bir dənə bunun simmetriyası yoxdur. Deməli, bu artıqdır. Buna bu şəkildə baxa bilərdiniz. Və bu da deməli, B variantında verilibdir. Və yaxud bir də nə edə bilərdiniz? Baxırsınız ki, bu şəkildə sağa baxan bu kvadratlardan neçə dənədir? 2, 3, 4 dənədir. Sola baxan isə 1, 2, 3, 4, 5 dənədir. Deməli, sola baxanlardan biri artıq olmalıdır. Sağa baxanları sildik. D-ni də silirik. Aşağı hissəsi kvadrat formalı bir fiqur lazımdır bizə. A ilə B-nin arasında qalırıq. Sonra üstəkilərə baxanda, A ilə B-nin bu dairəvi hissəsi eynidir. Zigzagına baxaq. Baxırıq ki, zigzagda bu diagonal xat elə bir ki, sağa yönələndən 1 dənə var, 2 dənə var, 3 dənə var, 4 dənə var, 5 dənə var. Sola yönələn 1 dənədir, 2 dənədir, 3 dənədir, 4 dənədir. Deməli, sağa yönələnlərdən biri artıq olmalıdır. Çünki 4-ü sola yönəlib, sola mailidir. 5-i sağa, deməli, sağa maili olanlardan biri artıqdır. O da B variantında verilibdir. 55 nömrəli sual. Uşaqlar 2019-20-ci illərin qəbullarında da istifadə olunub, 21-ci ilin qəbulunda da bu kimi suallardan istifadə olunub. Yəni, daha tez-tez qəbullara düşən sualdır. Son illərdə də istifadə olunubdur. Hətta biraz da çətin versiyası. İndi uşaqlar, bu 55 nömrəli sualda bu 3 damanın içində olan ədədlərin cəmindən, yəni 1, 5, 14-ün cəmi sizə verir 20. Oradan çıxırsınız. Soldakı ikisinin cəmi 11-i, qalır burada 9. Tətbiq eləsəz, 19-dan 9 çıxanda 10 alarsınız. Və bunun başqa bir yolda bundan ibarətdir ki, uşaqlar, mən oxlar istiqamətində, baxın, sola doğru 14-dən 8-i çıxıb 6 alıram, 6-nın üstünə ox sağa yönəlibsə 5-i toplayaram 6 ilə, olacaq 11, 11-dən 3 çıxanda 8, 8 üstə 1 gələndə 9 və s. İndi yenə də bu qaydanı da tətbiq etsəz, 8-dən 5 çıxıb 3 alarsınız, 3 ilə 1-i toplayıb 4 alarsınız, 4-dən 4 çıxıb 0 alarsınız, 0-ın üstünə 10 gələndə 10 alarsınız. Burada da cavab olur yenə də 10. 56 nömrəli sual uşaqlar kəsikdir.
bizə deyir ki, vərəqi yuxarıdakı ardıcıllıqla qatlayıb, ən sonda və bu şəkildə rəngləmişik. O rənglənən hissə açılanda, vərəqi açanda hansı vəziyyətdə görünər? Yəni biz əvvəlcə bu diaqonal xəttə nəzərən vərəqin sağ hissəsini, yuxarı sağ hissəsini aşağı solun üzərinə qatlamışıq bu istiqamətdə. Sonra bu xəttə nəzərən üstü aşağı, sağı sola qatlamışıq və bu hissəni almışıq. Orada alınan deməli kəsiklər və yaxud da bu rənglənən hissələr bu vəziyyətdədir, eləmi? İndi biz bunu aşağı sağa doğru atsaq həmən sola qatladığımız hissəni, o kəsik burada bu vəziyyətdə düşəcək. Daha sonra biz bunu üst hissəni aşağı qatlamışdıq. Onu da üstə açanda, yuxarı hissəyə açanda bu oxun özü buradan bu vəziyyətdə düşəcək. Özünə qarşı əks istiqamətdə. Daha sonra biz bunu normal kvadrat şəklinə gətirdiyimiz halda bu ox simmetrik olaraq baxın bu vəziyyətdə düşəcək. Bu sağdakı fiqur, aşağı sağ hissədəki fiqur bu vəziyyətdə düşəcək. Bu vəziyyətdə düşəcək bir-birinə qarşı. Və bu aşağı soldakı hissədə simmetrik olaraq yuxarı sağ küncdə eləcə bu vəziyyətdə qalacaq. Ox da sola doğru yönəlmiş vəziyyətdə. İndi bu hansı variantda özünü göstərir? D variantında. Və yaxud da eləyə bilərdiniz ki, siz bu qatlanan hissələrə variantlarda fikir verin ki, simmetrik olmalıdır. Məsələn, mən A variantında bu şəkildə bir diaqonal xətt çəkdiyim halda şəklin yuxarı sağ hissəsi, aşağı sol hissəsində simmetrik deyil. Həmçinin C variantında da, Y-də də. Yəni, mən bu diaqonal xəttə nəzərən axı bunu qatlamışam. Mən eləcə bu şaquli və üfüqi xəttlərə nəzərən qatlamamışam ki, yeni alım. 57 nömrəli sual maraqlı bir sualdır uşaqlar. Baxın, aşkar operatorlar mövzusuna aid olan bir sualdır. Deməli, burada verilib ki, bizə bu kvadrat operatorunun yerinə yetirdiyi əməliyyat verilibdir. Yəni, belə bir ifadə verilibdir. Biz 4 ilə 5-i burada hesaplamalıyıq. Biz dedik ki, əvvəlcə fikir verək, A neçədir? 4-dür. B neçədir? 5-dir. Aşağıda yazıram. 4 kvadrat operatoru 5 bərabərdir. Uşaqlar 4-dən 1 çıxsaq nə qalır? 3 vurulsun. Yenə də A 4-dür deyə 4-dən 1 çıxırıq. 3 kvadrat operatoru B 5-dir deyə 5 üstə 1 gələndə 6 üstə gəl. 4-ü 4-ə vuranda 16. A 4-dür deyə 4 vur 4, 16. Yəni A-ya 4, B-yə 5 verib hesabladıq. Bu cür bir ifadə alındı. İndi sağ tərəfdə 3 kvadrat operatoru 6 yaranıbdır. İndi yenidən biz 3 kvadrat operator 6-nı hesablayanda bu dəfə A 3-dür, B 6-dır. İndi A-ya 3, B-yə 6 verəndə 2 vurulsun. 2 kvadrat operatoru 7, üstə gələk 4 vur 6, 24 almış oluruq. 4 vur 6 yox, daha doğrusu 4 vur 3, 12 almış oluruq. 12. İndi sağda 2 operator 7 alınır. Yenidən yuxarıda aparıb 2 operator 7-ni hesablamalıyıq. A2, B7-dir. Yenə də əvvəlki qaydada A-ya 2 verib, 2-dən 1 çıxanda 1 alırıq, vurulsun. 2 çıx 1, 1. Kvadrat operatoru 7 plus 1, 8. Üstə gələk 4 vur 1, 4. Daha 4 vur 2, 8. Çünki 4 vur A-dır. Bizdə A2 idi, B7 idi. İndi yenə burada yuxarıda A-ya 2 versək, 4 vur 2 eləyəcək 8. İndi sağda 1 operator 8 alınıb. Bunu da hesablasaq, yuxarıda A1, B8 şəklində. 1 çıx 1, 0, vurulsun. 1 çıx 1, 0, operator. 8 plus 1, 9. Üstə gələk 4 vur 1, 4 eləyəcək.
İndi biz artıq burada ən sonuncu ifadədən bildik ki, bir operator 8-in qiyməti 4-dür. Niyə? Çünki 0 operator 9-a vuranda eləcə 0 elədi. İndi 4-ü aparıb yuxarıdakı ifadədə bir operator 8-in yerinə yazanda 2 operator 7 bərabər olur. 1 vur 4 plus 8 eləyir 12. 12-ni 2 operator 7-nin yerinə yazsaz 2 vur 12 24 plus 12 36. 36'nı 3 operator 3 operator 6'nın yerine yazsanız 36 plus 16 36'da yani 3 vur 36 bu bize verəcək deməli 108 üstünə də 16 gələndə 124 olacaq cavabımız. Daha sonra növbəti sualda uşaqlar bizə nə deyilir? Deyir xanalara 1, 2, 3, 4 ədədlərini elə yerləşdirin ki, böyükdür, kiçikdir işarələrinin tələbləri ödənsin və həmin ədədlər hər bir sırada və hər bir sütunda, hər bir sətirdə bir dəfə istifadə olunsun və buna əsasən ABCD ardıcıllığını müəyyən edin. Yəni, söhbət burada verilən şəkildən gedir. Bu bir riyazi oyundur, uşaqlar. Deməli, biz sətir sütunlara 1, 2, 3, 4 ədədlərini elə yerləşdirməliyik ki, təkrarlanma olmasın, böyükdür, kiçikdir işarələri ödənsin. Bunun üçün necə yanaşa bilərdiniz? Məsələn, hər bir sətirdə bu rəqəmlər olmalıdır. Və bunların içində ən böyüyü 4-dür. 4 elə yerə yazılmalıdır ki, onun yazıldığı dama ətrafdakılarından hər birindən böyük olsun, kiçik olmasın. Məsələn, mən burada ikinci yerə 4 yaza bilmərəm. 3'ə də 4 yaza bilmərəm. 4-cüyə də 4 yaza bilmərəm. Çünki 4-dən böyük nə var ki, axı biz 1, 2, 3, 4-dən istifadə edərək doldurmalıyıq bunu. Ona görə 4 ən soldakı damaya yazılacaq. Və uşaqlar, 1-i elə yerə yazmalıyıq ki, ətrafdakıların hamısından kiçik olsun. Çünki bunların içində birdən kiçik heç nə yoxdur. Məsələn, mən 1-i burada ortadakı damaya yazsam, birdən kiçik nə yaza bilərəm soluna? Ona görə 1-i ikinci damaya yazmalıyıq ki, ətrafdakıların hər birindən kiçik olsun. Yerdə 2 ilə 3 qalıb. Onu da ardıcıl olaraq 2 kiçikdir 3-dən şəklində yazdıq. İndi 3-dən böyük 4 var. 2-dən kiçik 1 var. Yerdə qalan 3 ilə 2-ni yenidən sağdakı damaya 3 yazırıq ki, soldakından böyükdür. İndi birinci sütunda yenə də 2 ilə 4 yazılıb, 3 ilə 1 çatmır. A3 olacaq ki, ondan kiçik 1 olsun. Daha sonra ikinci sütunda 1 ilə 3 var, 4 ilə 2 çatmır. B2 olar ki, 4-dən kiçikdir. Burada 3-cü sütunda 1 ilə 2 yazılıb, 3 ilə 4 çatmır. C4-dür ki, 3-dən böyükdür. 3, 4 yazmışıq, 2 ilə 1 qalıb. D1-dir ki, 2-dən kiçik olsun. İndi biz bunu ABCD ardıcıllığı ilə yazsaq varianta, cavab kartına 3, 2, 4, 1 almış olarıq. 3, 2, 4, 1 də eləcə A variantında var. Sonra 59 nömrəli sual soruşulur uşaqlar. 59 nömrəli sual, deməli belə bir şəkillər əlaqəsi var ki, bu üçünü üst-üstə qoysanız tam qara bir şəkil alınır. Tam qara bir şəkil alınır. Məsələn, mən baxıram ki, bu ağ hissələri örtən, burada qara hissə var. Buradakı ağı örtən, burada qara var. Və yaxud bu ağları örtən qaralar buradadır. Buradakı ağı örtən qarada, buradakı ağı örtən qarada buradadır. Sonra bu ağı örtən qara var burada. Sonra bu ağları örtən qara var buradadır və s. bu şəkildə yanaşır. İndi biz baxırıq ki, bizə üçüncü elə bir şəkil lazımdır ki, məsələn, bu ikisini üst-üstə qoyanda ağ qalan yerlərin həmən şəkildə qarası olmalıdır. Məsələn, biz baxırıq ki, burada ikinci sətirdə, baxın, bu hissə, bu iki ağ hissə, bu iki qara ilə örtüləcək, amma bunlar ağdır. Bu hissələrin qara olanı bizə lazımdır. İkinci dama qara olmalıdır. Məsələn, o A-da yoxdur. Birinci sütunun ikinci daması qara olmalıdır. A-da yoxdur, C-də yoxdur, Y-də yoxdur. Eləcə B ilə D-nin arasında qalanda fərqə baxın. Aşağı sağ künc burada qaradır. Amma ən sağdakı sütunda
İkinci dama B-də qaradır. İndi mən baxıram ki, aşağı sağ küncün qarası var mənə. Və bu ikinci damanın qarası lazımdır. Hər ikisi ağdır, oranı örtən qara lazımdır. O da B-də var deyə cavab olacaq B variantı. Sonra növbəti sualımız yenə şəkil əlaqəsidir uşaqlar. Baxın. Deməli, ən solda verilən fiquru bir dəfə kvadrata alıb, sonra da içinə romb çəkir. Yenə də bu verilən fiquru kvadrata alır, sonra içində bir dənə də romb çəkir. İndi bu veriləni kvadrata alıb içinə bir dənə də romb çəksəz, bu şəkildə, deməli, siz almış olarsınız burada Y variantını. 61 də ardıcıllıqdır. Deməli, 4-ün üstünə 1 gəl, 5-in üstünə 2, 7-nin üstünə 3, plus 1, plus 2, plus 3. Sonra artıq 2-dən başlayaraq, plus 2, plus 3, plus 4. İndi artıq 3-dən başlayaraq, plus 3, plus 4, plus 5. İndi 4-dən başlayıb, plus 4, plus 5, plus 6 şəklində üzərinə ədədlər gələcəkdir. İndi 31-in üstünə 4 gələndə cavab 35 olacaq. B variantı. 62 nömrəli sualda yenə də belə bir fiqurlar əlaqələndirilib bir-biri ilə. Məsələn, x-i verib 15. X kvadratın içindədir. Kvadrat hansı fiqurlara birləşib? 5 bucaqlı ilə 3 bucaqlıya. Eləcə 5 vur 3 eləyir 15. Sonra y-i 0 verib. Niyə? Çünki y fiqurların hamısına birləşib. O birləşənlər içində çevrə var. Çevrənin bucaq sayı 0-dır deyə. Məsələn, siz 4-ü 5-ə vurub, 6-ya vurub, 4-ə vurub, sonra 0-a vursanız yenə də cavab olur 0. Daha sonra, məsələn, Z-in qiymətini 18 veribdir. Z-in birləşdiyi fiqurlar 6 bucaqlı, 3 bucaqlıdır deyə 6 vur 3 eləyir 18. İndi bizdən K-nı soruşur. K-nın deməli birləşdiyi fiqurlar deməli x, y 4 bucaqla 3 bucaqdır. 4-ü 3-ə vursaz eləcə nə almış olarsınız uşaqlar? 12 almış olarsınız. Cavab olur C variantı. 63 nömrəli sual. Deməli uşaqlar 63 nömrəli sualda verilən ədədlər nələrin sayını göstərir? Ona fikir vermək lazımdır. Çünki burada fərqli heç nə yoxdur. Sadəcə burada tərəflər var. Verilən şəkillərin tərəfləri var. Bu tərəf bir damadan ibarətdir. Bu da bir damadır. Baxın, bir damalı tərəflərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bir də bu sol tərəf 10. Deməli, bu üçüncü ədəd bir damalı tərəflərin sayını göstərir. Sonra, birinci 3 rəqəmi nəyi göstərir? 3 damalı tərəflərin sayını. Baxın, bir ən üst 1, sonra burada sol, sağ qollar. 3 dənə 3 damalı tərəf var deyə o birinci rəqəm həmən o 3 damalı tərəflərin sayını göstərir. Yəni 3 damalıların sayını, bir damalıların sayını 3-cü ədəd göstərir. 2 damalıların sayını da ortadakı ədəd göstərəcək. İndi 2 damalılara baxsaq, uşaqlar, verilibdir bizə 1-i, 2-si, 3-ü, 4-ü, 5-i, 6-sı. Oldu 2 damadan ibarət tərəflərin sayı 6. İndi biz bunu 3-cü şəkildə tətbiq etsə, əvvəlcə 3 damalı tərəflərə baxsaq, 1, 2, 3 dənədir. Sonra 2 damalı tərəflərin sayını tapaq. 2 damalı tərəflərin sayı sağ, sol 2 dənə. Yenə də buradan da sağ, sol 2, 4 elədi. Bir damalı tərəflərin sayına baxsaq, deməli olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 da olacaq 3 damalı tərəflərin, bir damalı tərəflərin sayı cavabı olacaq Y variantı. 64 nömrəli sual yenə də şəkil ədəd əlaqəsi sualıdır. Burada bizə deyilir ki, məsələn, 11, 4 və 8-dən 28 alınır. Sonra 8, 7, 2-dən 52 alınıb, 4, 9, 5-dən nə alınacaq? Deməli, buradakı qanuna uyğunluq uşaqlar belədir. 11-i
4'ə vurub çıxırsınız 8-in 2 mislini. 44-dən 16 çıxanda qalır 28. İndi 4'ü 9'a vurdunuz. Deməli 36. 36'dan da 5 vur 2'ni 10'u çıxanda qalır 26. Cavab C variantı. Növbəti sualımız yenə ardıcıllıqdır. Yenə ardıcıllıq sualıdır uşaqlar. Burada nəyə fikir vermək lazımdır? Baxın 684-dən 675. Nə çıxılıbdır burada? 9 çıxmışam. 675'ten 662'ye 12 çıxılıbdır. Sonra uşaqlar burada 613 çıxılıbdır daha doğrusu. Yəni 675'ten 662'ye 13 çıxılıbdır. 662'den 645'e 17 çıxılır. 645'ten 624'e almaq üçün nə çıxmalıydıq biz? 21 çıxmışıq. Sonra 25 çıxmışıq. Artıq biz bildik ki, çıxdığımız ədədlər 4 vahid artaraq ardıcıllıq təşkil edir. İndi 599'dan biz 29 çıxanda 570 ədədi alınacaqdır cavabda. Daha sonra 66 nömrəli sualda deməli uşaqlar, baxın kvadratlar və dairələr ardıcıllıq təşkil edir necə? 3'dən 6'ya vur 2, 6'dan 12'ye vur 2, 12 vur 2 24, 24 vur 2 48, 48 vur 2 96. Şimdi biz 96'nı da 2'ye vuranda 192 almış oluruq A'nı. İndi biz B'ni tapmağımız üçün dairələrin ardıcıllığına fikir verməliydik. Dairələr 4'dən 2'ye vur 2, 8 vur 2 16, 16 vur 2 32, 32 vur 2 64, 64'ü 2'ye vuranda 128, 128 2'ye vuranda 256. İndi biz 256'dan 192'ni çıxanda alacağıq 64 ədədini. Növbəti sualımız 67 nömrəli sual anaqramdır uşaqlar. Deməli B variantı şimal, cənub qütbləri bildirir. Sonra şərq, qərb. Bir də kitab sözü verilibdir A variantında. A variantı fərqlidir digərlərindən. 68'də də anaqramlardır. Deməli, bizə verilibdir A variantında Ukraynalı, Gürcü, sonra Qırğız, sonra Azərbaycanlı sözüdür. D variantında Azərbaycanlı. A variantı dedik ki Ukraynalıdır. C variantı isə qaçqın sözüdür deyə C variantı fərqlənir digərlərindən. Daha sonra 69 nömrəli sual cədvəl sualıdır uşaqlar. Operator olan bir cədvəldir. Hansı ki, sual şərəsinin yerinə olan ədədi istəyir bizdən. Bu ədəddə alınacaq 5 və 13'dən. İndi necə alınacaq? Baxın, 4 və 6'dan 6 alınıb. 4, 8'dən 5 alınıb. Uşaqlar, 4 vur 6 neçə eləyir? 24. 24'ün rəqəmləri cəmi 6. Və yaxud da 4 vur 8, 32. 32'nin rəqəm cəmi 5 eləyib. İndi yenidən baxın, 4'ü 13'ə vurub. Almışıq 52. 52'nin rəqəmləri cəmi eləyib 7. İndi biz sual şərəsinin yerinə olan ədədi tapmağımız üçün deməli, ikisinin kəsişməsində durur. 5 ilə 13'ün. 5'i 13'ə vurub alırıq biz 65. 65'in rəqəmləri cəmi eləyir 11. Cavab D variantı. Növbəti sualımız yenə cədvəl sualıdır uşaqlar. Amma burada fikir verin. Bu tünd xətt onu göstərir ki, artıq bu xəttdən sağda duran ədədlərin hər biri sətir üzrə soldakı 4'ündən alınıbdır. 7, 3, 6, 2'dən 25 alınıb. İndi bu soldakı ədədlərə nisbətən sağdakı ədədlər böyük ədədlərdir. Bunlara cəm kimi baxa bilərdiniz. Məsələn, 7 plus 3, 10, plus 6, 16, o da 2, 18. 18'in üstünə bir də 7 gəlsək,
25 alınır. İkincidə yoxlasaz 11 plus 4 plus 6, 21 o da 7, 28. 28'in üzerine yeniden 11 gəlsəz 39 eləyir. 9 plus 1 plus 0 plus 4 bu bize verir 14. 14'ün üstüne bir tane de 9 gəlsək 23 eləyər. Deməli qanuna uyğunluğu nəzər oldu. Bu sırada verilən 4 ədədi toplayıb bir də birincinin üzərinə gəlin. İndi yenə də 3, 4, 5, 12 eləyir, o da 6, 18. 18'in üzərinə bir də birinci rəqəm, yəni 3'ü gəlsəz 21 alarsınız. 71 nömrəli sual uşaqlar. Baxın, kub sualıdır. Kubun hərəkətinə fikir verin. Ardıcılıq nətərdir? Deməli, mən birinci şəkili uşaqlar əks tərəfə aşırtmışam. Özümüzə tərəf yox, əks tərəfə aşırtmışam ki, bu qarşıdakı diagonal üz artıq burada üst tərəfə keçib. Və bu sağdakı üfüqi xətt burada şaquli durur. Görürsünüz? Yenidən bu qarşıdakı diagonal qoşa xətt üçüncüdə üstdə görünür. Deməli, eləcə biz ardıcıl olaraq bu şəkili üstə aşırdaraq davam edir. İndi bunu bir də üstə aşırtsaq, əks tərəfə aşırtsaq, bu x şəkilli qarşı tərəfdəki üz üstdə görünməlidir. Hər birində də eyni formadadır. Sağdakı üz şaquli duran bu xətt oldu. Deməli, orta xətt şaquli durmalıydı sağ tərəfdə. B-ni silirsiniz, Y-ni silirsiniz. İndi qarşıda nə durmalıydı uşaqlar? Qarşıda diagonal durmalıydı. Çünki biz bunu əks tərəfə aşırdanda bu deməli bu üstdəki üz əks tərəfdə qalıb görünməyəcəkdir. Deməli qarşı tərəfə diagonal düşməli idi, amma A-dakı kimi yoxsa C-dəki kimi. Yəni D-ni silirik ki, bu diagonal qoşa xəttli üz birinci bu formada durmayacaq heç qarşı tərəfdə. İkincisi də o biz üçüncü şəklə arxaya aşırdanda əks tərəfdə qalacaqdı, görünməyəcəkdi. Qarşı tərəfə diagonal gəlməli idi. O diagonalın da qarşı tərəfdə necə görünəcəyini bilmək istəyirsinizsə uşaqlar, təbii ki, həmən o diagonal ən birinci şəkildə üstdə görünən diagonaldır ki, o indi üçüncü şəkildə altda durur. Biz bu şəkili üst tərəfə aşırdanda o qarşı tərəfdə görünməli idi. İndi mən onun necə görünəcəyini bilmək istəyirəmsə, eləcə birinci şəkli bir dənə geri qaytararam. Yəni, özümə tərəf aşırdaram, o diagonal görərəm ki, bu vəziyyətdə düşəcəkdir bura. Yəni, C-dəki kimi düşəcəkdir. Aydındır? İnşallah ki, aydındır sizə. Daha sonra növbəti sualımız. Deməli, belə bir cədvəl verilmişdir və bu cədvəldə planetləri, temperatur aralığını, kütlə payını, px sayını, suyun olub-olmadığı haqqında məlumatlar verib. A, B, C, D, E, F adlı planetlər haqqında bu aşağıdakı məlumatlar verilibdir. Bu məlumatları bir dənə oxuyaq uşaqlar. Baxın, deyir ki, A, B, Y planetlərində su yoxdur. Deməli, suyun olmadığı bu üç planet A, B, Y planetidir. Sonra deyir ki, Y və F planetlərinin kütlələri bərabərdir. Kütlələri bərabər olan planetlər, baxın, kütlələri bu ikilər olan bərabərdir. Bir də, yəni 1 ilə 4 bərabərdir, 5 ilə 6 bərabərdir. Kütlələri bərabər olan Y və F planetləridir, deyir mənə. Mən Y ilə F-in kütləsini 2 götürə bilmərəm. Çünki kütləsi 2 olanlarda suyun olub-olmadığı bilinmir. Amma Y-nin olduğu planetdə su yoxdur. Yəni, Y planetində su yoxdur. Onda deməli, bizim Y planetimiz 5-ci planetdir ki, kütlələri 6 ilə eynidir. Yəni, F də 6 olacaq. Çünki kütlələr hər ikisində 3-dür. Və birində su yoxdur, hansı ki o su olmayan, kütləsi 3 olan planet Y-dir. 6-cı planetdə F-dir. Daha sonra demişdik ki, B, D, Y planetlərində temperatur eyni aralıqlarda dəyişir. Y planeti 5-ci planetdir. Temperatur 30-60 arasında dəyişir. Növbəti 1-ci, 2-ci planetlərdə temperatur aralığı 30-60-dır. Deməli, biz Y-nin 5-ci planet olduğunu bilirik. Qaldı B ilə D 1-ci, 2-ci planetlərdir. İndi B-də su yoxdur. Ona görə 2-ci planetdə su yoxdur deyə 2-ci planet B olacaq, 1-ci D olacaq.
Daha sonra ABY planetlərində su yoxdur demişdi. Yəni üçüncü suyun olmadığı planetdə A olmalıydı. O da üçüncü planetdir ki, burada su yoxdur. Dördüncü planetdə C olacaq. Biz bunu bu şəkildə tapdıq. İndi bu məlumatlara görə üçüncü planeti soruşur. Üçüncü planet də A planetidir. Elə A variantıdır. Növbəti sualımız burada bizə deyilir ki, biz yuxarıda verilən şəkli 90 dərəcə sağa aşırtdığımız halda hansı variant alınır? Yəni mən bunu 90 dərəcə, 45 dərəcə sağa aşırtsaq, baxın bu tərəf, bu alt hissəyə düşəcəkdir, kvadrat alınardı. İndi biz onu bir də 45 dərəcə sağa fırlatsaq, yəni 2 dəfə 45 və yaxud da elə birbaşa tam 90 dərəcəni təsəvvür eləyə bilirsinizsə, yəni siz fikirləşin ki, artıq bunun bu sağ təpə nöqtəsi alta düşəcək 90 dərəcə mən bunu sağa fırlatsam. O da görünüşə görə C olmayacaq. Çünki biz bunu sağa fırlatsaq, bu sağdakı təpə nöqtə alta düşəndə uşaqlar, bu sol tərəf qara, sağ tərəf ağ olacaqdır. C ona görə silindi. Daha sonra bu yuxarı sağ hissə artıq aşağı sağ tərəfdə qalacaq deyə Y-də silinir. Hətta B-də silinir bu qara hissəyə görə. O qara hissə burada bu vəziyyətdə durmalı idi deyə B-də silinir. Həmçinin D-də bir dənə A doğru olacaq. Daha sonra şifrələrə aid bir sualdır. Onlar onu səsləyir. Qudi tebiti. Onlar səni gözləyir. Qudi numir. Yəni burada nə oldu? Onlar sözü hər ikisində oldu. Onun şifrəsi oldu Qudi. Hər ikisində Qudi hissəsi var. İndi mən onları səsləyirəm. Baxın, onlar burada da ortada gəlibdir deyə Qudi verilib ortada. Deməli, mən Z-dir. Səsləmək sözü də bit-dir. Hansı ki, onlar onu səsləyir. Birinci cümlədə də sonda bit var. Onda T-də onu sözünün şifrəsidir. Sonra onlar bizi gözləyir. Demək, onlar Qudidir. Gözləyir də mirdir. Çünki onlar səni gözləyir cümləsinin sonu gözləmək sözüdür. Sonunda mir var şifrənin. Burada da onlar bizi gözləyir, sonu mirdir. Onda bizi sözünün şifrəsi helidir. Onda səni sözünün şifrəsi də nudur. Mən səni gözləyirəm. Mən Z-dir. Səni sözünün şifrəsi ikinci sətirdə ortada bildik ki, nudur. Gözləmək sözünün şifrəsi də mirdir. Zenumir olur. Zenumir A variantı. Növbəti sualımız. Belə bir maraqlı sual var uşaqlar. Deyir ki bizə D-Y bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Sual şərəsinin yerinə olan ədədi tapaq. Yəni sual şərəsi nədir? Minimum D vur Y nəyə bərabər olduğunu tapaq. Biz bilirik ki, burada hər bir sütunda 3 dənə Y, 2 dənə D ədədi toplanılır. 3 dənə D, daha doğrusu 3 dənə Y, 3 dənə D toplanılır. Hər bir sütunda eyni rəqəmlər toplanılırsa, deməli, hər bir sütun üzrə cəm eyni ədədə bərabərdir. Və hətta 39-a bərabərdir. Bax, bu sütunun cəmi 3 dənədir. 3 dənə Y-nin cəmi 39 eləyir ki, 9, 3 yadda. Bu sütun üzrə də rəqəmlərin cəmi 39-dur ki, yadda da 3 var, eləyib 42. Deməli, bir sütun üzrə cəm 39-dur və bir sütunda 3 dənə Y var, 3 dənə D var. Bu cəm 39-dursa, hər tərəfi 3-ə böləndə Y ilə D-nin cəmi bizə verir 13. Cəmi 13 olan rəqəmlərimiz 9 ilə 4-dür, 8 ilə 5-dir, 7 ilə 6-dır və s. İndi davam edəsə yeni təkrarlanmaları alırıq. Biz dedik ki, bir-birinə yaxın olan ədədlərin hasili daha böyük eləyir. Məsələn də 7 ilə 6-nın hasili 42 eləyir. 7 vur 6 42 eləyir. Amma 8 ilə 5-in hasili 40 eləyir. Uzaqlaşdıqca hasil kiçilir. 9 ilə 4-ün hasili 36 eləyir. Bizə D-Y-nin hasilinin minimum qiymətini soruşur. Deməli, D ilə Y-nin hasilinin minimum qiyməti 36 olacaq. Maksimum soruşsaydı 42 götürərdik. 76 nömrəli sual. Bu da aşkar operatorlar
mövzusundan olan bir sualdır. Birinci mötərizədə deməli ki, operatorun solu 11, sağı 8-dir. Biz bunu kvadrat operatoru olan sətirdə hesablayanda A11, B olacaq 8. Nəticədə deməli 8 B minus A-dır deyə 8 çıx 11-in kvadratı bizə verəcək 3-ün kvadratı 9. Birinci mötərizənin qiymətini 9 alırıq. Ulduz operatoru olduğu kimi qalır. İkinci mötərizəni yenə də həmən kvadrat operatoru olan sətirdə hesablayanda bu dəfə olacaq deməli A14, B 5 və sağ tərəfdə B minus A-nın xaricdən kvadratıdır deyə B minus 14-ün kvadratı bizə verəcək 81-i. İndi ulduz operatorunda gətirib yerinə yazsaq A9, B81, 2 vurulsun 9 plus 81 şəklində bu bizə 180-i verəcək. Cavab C variantı. Növbəti sualımız uyğunluq mövzusuna aiddir. Neon qazdır. Ekvador da ölkədir uşaqlar. Ekvatordur paralel bu. Ekvador ölkə sayılır. Bunu diqqətlə oxusaz görərsiniz. Sonra növbəti sualımız hesab əməlləri mövzusuna aid olan bir sualdır uşaqlar. ABCD bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Baxın, burada bizə deyir ki, AB-ni CD-yə vurub 2000 neçə almışıq. Hətta D-ni AB-yə vurub 72 almışıq. Mən burada ABCD-ni qeyd edirəm. İndi ABCD-nin aldığı qiymətlərə baxıram. Yoxlayacam bir-bir. İndi biz bilirik ki, uşaqlar, AB-ni D-yə vurub 72 almışıq. 72 vur 1-dən alınır. 72 ədədi 36 vur 2-dən alına bilər. 72 ədədi 24 vur 3-dən alına bilər. 12 vur 6-dan alına bilər və s. Beləcə davam elədik. İndi mümkün olan hallara baxırıq. Fərz eləyək ki, bizim AB ədədimiz 12-dir. Hətta 18 vur 4-dən də alınır. 72-ni 18 vur 4-dən də ala bilərik. Biz indi AB-ni 12 götürsək, D 6 olar ki, 6 vur 12, 72 eləyir. Amma C-yə maksimum 9 qiymətini versəm belə, mən burada 108 alaram. İndi bunları alt-alta toplayanda mən 2000 neçə ala bilmirəm də. Yəni bu olur 1152. Amma mənə deyir ki, burada 2 yaranır. Ona görə deməli AB 12, D də 6 halı mümkün olmadı deyə bunu sildik. Eyni zamanda 18 və 4 halına baxsaq, C-yə yenə də maksimum 9-u versəm belə, deməli 72, 2, 7 yadda, bu da 16. Aha. Bu da yenə də bizə verəcək 1692. Yenə də 2000 eləmədi. Deməli, yenə də biz bu halı da silirik. Mümkün olmadı. İndi AB 24, D 3 olduğu halda biz C-yə 9 verəndə 9 4 36 6 3 yadda 9 2 18 o da 3 21. Hə, bu ödədi. Deməli AB 24, CD 9 3 mümkündür. İndi C-yə 8 qiymətini versəm. 8 4-ün 32 2 3 yadda 8 2 16 o da 3 19. Bu da 1992 eləyər toplayanda yenə 2 eləmədi. Hə, deməli C yalnız 9 qiymətini ala bilər bu halda. İndi keçib 24 3 halını yoxladıq. Keçib 36 2 halına baxaq. 36 D-də 2-dir. İndi C-yə artıq biz burada 9 desək, 9 6-nın eləyir 54, 4, 5 yadda, 9 üçün 27 o da 5, 32. Bu 3000 eləyir. Deməli biz buna 9 qiymətini verə bilmərik C-yə. 8 versək, 48, 8, 4 yadda, 8 üçün 24 o da 4, 28. 2952. Bu hal mümkündür. Deməli 36, 82 halı mümkündür. C-yə 7 qiymətini də versək, görək alınırmı uşaqlar? 7 6-nın 42 2 4 yadda, 21 o da 4 25. Hə, bu da 2592. Bu da ödəyir. Deməli 36 72 halı da mümkündür.
İndi burada hərflər bir-birindən fərqlidir deyə biz C-yə 6 verə bilmərik. Hətta biz C-yə 5 versək də, yenə də bu bizim üçün 1870 eləyər, 2000 eləməz deyə mümkün deyil. İndi onun üçün gəlib 72 bir halına baxsaq, AB 72 D1. Burada da C-nin ala biləcəyi qiymət 5 və 5-dən yuxarı ola bilməz. Çünki eləcə 5-i 72-yə vuranda bu 300 neçə eləyəcək? Bu 3000 neçə eləyəcək toplananda. Amma 4 və 3 qiymətlərində ödəyir. Ona görə 72, 41, 72, 31 hallarını da qeyd eləyirəm bura. İndi A-nın, B-nin, C-nin, D-nin ala biləcəyi qiymətləri bildik. Gəlin birbaşa sualları cavablandıraq. Aşağıdakı mühakimələrdən neçəsi mütləq səhvdir deyir. C tək rəqəmdir. C 7, 3-də ola bilir, 9-da ola bilir, amma 4-dən 8-də ola bilir. Yəni C tək də ola bilər, cüt də ola bilər. Bu mütləq doğru, mütləq səhv deyil. B 5-dən kiçikdir. B 5-dən kiçik də ola bilir, böyük də ola bilir. 6 qiymətində ala bilir. Ona görə biz buna da deməli mütləq səhv, mütləq doğrudur deyə bilmərik. Eyni zamanda AB-dən kiçikdir fikrinə baxaq. AB 24 olanda AB-dən kiçikdir, 36 olanda AB-dən kiçikdir, amma AB 72 olanda AB-dən böyük də ola bilir. Deməli, bu da mütləq doğru, mütləq səhvdir deyə bilmərik. Sonra növbəti fikirdə uşaqlar, baxın, deyir bizə D kiçik bərabərdir 3-dən. Bəli, D-nin bütün qiymətləri 3 və 3-dən kiçikdir. 1, 2, 3 qiymətlərini alır D. Bu da mütləq doğrudur, amma məndən mütləq səhvi soruşurdu. O da maksimum AB-nin 36 olması fikridir. Niyə? Çünki maksimum AB 72 olurdu, 36 olmur ki. Əgər boş desəydi ki, sadəcə AB 36-dır, buna da mütləq doğru, mütləq səhvdir deyə bilməzdik. Çünki AB 36 da ola bilər 24-də 72. Amma maksimum AB 36 veribsə səhvdir bu. Çünki maksimum AB 72. Ona görə bu fikirlərdən mütləq biri səhvdir. Mütləq doğru neçəsi soruşsaydı, onda da biri olacaqdı. Ən sonuncu D kiçik bərabərdir 3 fikri. Növbəti sualımız. Aha. Deməli, uşaqlar, bizə deyir ki, bu bərabər tərəfi altıbucaqların birləşməsindən alınan fiqurlardan hansının perimetri daha çoxdur? Deməli, biz ətrafla sərhəddə olan tərəflərin sayına baxmalıyıq. Eləcə, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18-dir bu fiqurda. İndi B-yə baxsaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. C-yə baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Həmçinin D-də də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Y-də də B variantıdır ən çox tərəfi olan. Yəni perimetri ən çox olan B variantıdır. 80-ci sualda sahə soruşulur. Hər damanın tərəfi 1-dir və yaxud da hər damanın sahəsi 1 kvadrat santimetrdir. Rəngli hissənin sahəsini soruşur uşaqlar. Və eləcə siz burada eyni formalı üçbucaqları qarşı-qarşıya birləşdirsəz, məsələn, bu fiqur bununla, deməli, bu üçbucaq qarşı-qarşıya birləşəndə 2 dənə tam rəngli dama əmələ gətirəcək. Sahə oldu 2, ikisi birləşəndə. Ya da ki, eləcə bunun bu qara hissəsi bura düşəndə, elə bil ki, bunu buradan silib bura doldursaz, o da eləcə bir tam dama deməkdir. Hətta buna belə də baxa bilərdiniz. 2 damadan ibarət olan bir dənə düzbucaqlının diagonal yarısı rənglidirsə, düzbucaqlının diagonalı onu 2 bərabər hissəyə bölür. Deməli, bu elə 2 damanın yarısı 1 olacaq. Eləcə, beləcə hesablaya bilərdiniz. Məsələn, bu 1, bu da 1, 2.
Bu da bir 3, bu da bir 4, bu da bir 5, bu da bir 6, bu da bir 7. Sonra bu 1 onda 5'ti. Çünkü 3'ün yarısıdır. 1 onda 5 eləyir. Deməli, burada 7, bu da 1 onda 5, 8 onda 5, bu 0 onda 5'dir. 9 üstünə gələr. Və bunu bir düzbucaqlı üçbucaq kimi hesablayın. Elə hər birini də belə hesablaya bilərdiniz. Düzbucaqlı üçbucaq katetlərin hasili bölü 2. Aşağı tərəf 2. Deməli, sol katet 1, 2, 3, 4'dür. 4 vur 2 bölü 2. Eləyir 4. Sonra bu da 4'ün yarısı 2. Deməli, biz 6 gəlsə üzərinə 9'un eləyir 15. Növbəti sual, yenə kəsiklər mövzusundan bir sual uşaqlar. Burada bizə deyilir ki, bizə deməli vərəqin qatlanma istiqaməti ardıcılığı verilibdir. Sonda belə bir kəsik olub, indi onu açanda hansı vəziyyət yaranacaq? Yəni siz birinci bunu necə qatlamısınız? Bunun bu hissəsini aşağıdan yuxarı qatlamısınız. Sonra bu küncləri qatlamısınız. İkinci vəziyyət, sonra da soldan sağa qatlamısınız. İndi siz ən sağda alınan fiquru sola birinci, yəni bu vəziyyətə gətirmiş olsaz, onda bu sağdakı hissə özünün əksi olaraq bu belə düşməli idi. Deməli, o özünün əksi olaraq buradakı kimi düşməli idi. B-dəki kimi də, yəni məsələn C-dəki eyni istiqamətdə paralel vəziyyətdə yox. D-də, Y-də, A-da, B-də doğrudur o orta hissənin vəziyyəti. Yəni bu şəkildə düşməlidir. Daha sonra bu sol tərəfdə, bu orta hissədə, bu deməli qara öz əksi olaraq düşməli idi sola. Yəni baxın bu hissədə qara olmalı idi, A səhvdir, yəni romb yaranmalı idi. Və onun biz aşağıda deməli sonda bu vəziyyətə qaytaranda o öz qarşısına düşür. Bu vəziyyətdə bir romb əmələ gətirməli idi. Hansı ki o, məsələn, Y variantında düzgün verilməyibdir. Qaldı B ilə D arasında. B ilə D-nin fərqi nədir? Biz dedik ki, biz bunun bu hissələrini içəri qatlayanda o sağ tərəf gəlib aşağı düşmüşdür. Aşağı tərəflə alt hissə ilə üst-üstə düşmüşdür. Yəni biz bu altdakı bu vəziyyətdə olan üçbucağı artıq sağ tərəfdə bu vəziyyətdə görməli idik. Bu vəziyyətdə görməli idik. Hansı ki o, məsələn, C-də düz verilibdir, A-da düz verilibdir, B-də yox, Y-də və D-də düz verilmişdir. İndi bizim bir dənə B ilə D-nin arasında qalanda D-ni seçə bilirik. Yəni o düzbucaqlı üçbucaqlar bu vəziyyətə gələndə bu formada durmalı idilər. Növbəti sualımız bir mətn verilibdir uşaqlar. Hansı ki bir sinifin 7 məzunu A, B, C, D, Y, F, G Tibb Universitetinin müalicə işi, pediatriya və stomatologiya fakültələrinə qəbul oldular və deyilir ki, A ilə Y eyni fakültəyə qəbul oldular. Davamını buradan oxuyaq. Pediatriya fakültəsinə məzunlardan yalnız biri qəbul oldu. BDF müxtəlif fakültələrə qəbul oldu. G-nin qəbul olduğu fakültəyə bu sinifdən cəmi 2 nəfər qəbul olubdur. Nəyə fikir vermək lazımdır uşaqlar? Baxın, burada bizə deyir ki, müalicə işi, pediatriya və stomatologiya fakültələrinə qəbul olublar. Bu 7 məzun. Və burada bizə deyir ki, BDF müxtəlif fakültələrə qəbul olub. Bu deməkdir ki, məsələn də B müalicə işindədirsə, D pediatriyaya, F stomatologiyaya qəbul. Yəni, üçü müxtəlif yerlərdədir. Hər hansı ikisi eyni fakültəyə qəbul olmayıbdır. Pediatriyaya bir nəfər qəbul olmalı idi. O da BDF-dən biridir də. Çünki bizə deyir ki, pediatriyaya bir nəfər qəbul olubdur. Bu o deməkdir ki, BDF-in hər biri müxtəlif fakültələrdədirsə, deməli bu üçündən biri pediatriyadadır. Məsələn, burada suallardan biri deməli, baxaq.
Deyir ki, aşağıdakılardan hansı mütləq doğrudur? Məsələn, 83-ə baxın. C stomatologiya fakültəsinə qəbul oldu. B stomatologiya fakültəsinin məzunlardan ikisi qəbul oldu. A, F müxtəlif fakültələrə qəbul oldu. C, A, Y fakültələrə qəbul oldu. Gəlin təhlil eləyək tam olaraq uşaqlar. Yəni, bu başqa versiyada veriləndə burada belə bir cümlə olmalı idi ki, C, məsələn, pediatriya fakültəsinə qəbul olubdur. Mütləq yanlışı soruşur orada. Orada artıq siz bilirsiniz ki, pediatriyaya BDF-dən biri qəbul olubdur deyə o mütləq səhvdir. İndi burada biz dedik ki, deməli, bizə verilən məlumatlara görə A, Y eyni fakültədədir. A ilə Y eyni fakültədədir. Müalicə işi, pediatriya, stomatologiya. BDF müxtəlif fakültələrdədir. Biri müalicədə, biri pediatriyada, biri stomatologiyadadır. C-nin qəbul olduğu fakültəyə bu sinifdən cəmi 2 nəfər qəbul olubdur. Biri özüdür, biri də BDF-dən biridir. Onda siz buradan aydın şəkildə bilirsiniz ki, C, A, Y ilə eyni fakültəyə qəbul olub. Niyə? Çünki B, D, F müxtəlif fakültələrdədir. Bunlardan biri pediatriyadadır. Pediatriyaya başqa heç kim qəbul ola bilməz artıq. Çünki ora bir nəfər qəbul olmalıdır. C-nin qəbul olduğu fakültəyə özü və bir nəfər də əlavə qəbul olmalıydı. O bir nəfər də PDF-dən biridir. İndi F də ola bilər, D də ola bilər, B də ola bilər, bilmirik hansıdır. Yəni biz bura artıq C yaza bilmərik ki, A yaza bilmərik ki, Y yaza bilmərik ki, bu C-nin yanına. Məsələn, bu C, tutaq ki, F ilə ikisi birlikdə stomatologiyadadır. D, pediatriyadadır. Onda müalicə işi üçün A, Y, C olacaq bir yerdə B ilə. Və yaxud əksi ola bilərdi. Məsələn, C müalicə işinə qəbul olub. Deməli, BDF-dən biri C ilə müalicə işindədir. Stomatologiyada da bu BDF-dən pediatriyada da BDF-dən biri var. Onda qalacaqdı stomatologiya üçün AYC və BDF-dən biri. Yəni biz buradan mütləq nəyi tapa bilirik? AYC-nin bir yerdə olduğunu. İndi bizə deyir ki, bu məzunlardan hər birinin qəbul olduğu fakültəni tapmaq üçün yuxarıda verilənlərdən əlavə azı 3 nəfərin qəbul olduğu fakültə açıqlanmalıdır. Bu 3 nəfər kimlər ola bilər? Bu 3 nəfər, uşaqlar, bu 3 nəfərdən biri mütləq C olmalıdır. Niyə? Çünki C-nin qəbul olduğu fakültəyə bu məzunlardan ikisi qəbul olubdur. Biri C-nin özüdür, biri də BDF-dən biridir. Amma bilmirik C stomatologiyadadır, yoxsa müalicə işindədir. Pediatriyada ola bilməz, çünki pediatriyaya bir nəfər qəbul olubdur. İndi C stomatologiyadadır, yoxsa müalicə işindədir, onu bilmirik də. Məsələn, mənə desə ki, C stomatologiyadadır, onda mən deyəcəm ki, AYC müalicə işindədir. Və mənə desə ki, bu BDF-dən ikisini versə ki, məsələn, B müalicə işindədir, D pediatriyadadır desə, onda avtomatik bilərəm ki, F də stomatologiyadadır. Deməli, mənə bu BDF-dən ikisini, hər hansı ikisini versə və C-ni versə ki, hara qəbul olublar, onda bütün məzunların hara qəbul olduğunu tapa bilərəm. İndi variantlara baxırıq, eləcə bizə C-dəki B, D və C-ni versə kifayət edir ki, hamısının hara qəbul olduğunu tapaq. Aydındır? İndi 83 nömrəli suala baxırıq. 83-də yenə də bu mətnin üzərindən deyir ki, aşağıdakılardan hansı mütləq doğrudur? C stomatologiya fakültəsinə qəbul olub. Biz dedik, axı C-nin müalicə işinə qəbul olması da mümkündür, stomatologiyaya da. Bunu dəqiq bilmirik. Sonra deyir ki, stomatologiya fakültəsinə məzunlardan ikisi qəbul oldu. İndi bilmirəm axı, bəlkə ikisi müalicəyə qəbul olubdur, 4-ü stomatologiyaya. A və F müxtəlif fakültələrə qəbul olublar. BDF-dən biri bu AYC ilə eyni fakültəyə qəbul olacaq, amma bilmirəm B-dir, D-dir ya F-dir. Yəni A ilə F müxtəlif fakültədə də ola bilər, eyni fakültədə də ola bilər deyə buna mütləq doğru, mütləq səhv deyə bilmirik. C-A-Y eyni fakültəyə qəbul olublar. Bəli, bu mütləq doğrudur. Ən bəri başdan elə biz bunu tapa bilmişik təkcə.
Sonra 84 nömrəli sualda nə deyir? Deyir, əgər bu məzunlardan çoxunun stomatologiya fakültəsinə qəbul olduğu məlum olarsa, 7 məzundan neçəsinin hansı fakültəyə qəbul olduğunu tapmaq mümkündür. Bəli, indi artıq burada bizə deyir ki, çoxu stomatologiyaya qəbul olub. Bu deməkdir ki, G stomatologiyada deyil. C artıq müalicə işindədir. Çünki G-nin qəbul olduğu fakültəyə 2 nəfər qəbul olur. Biri özü, biri də BDF-dən biri. AYC və BDF-dən biri də dedik ki, ya müalicə işində, ya stomatologiyadadır. İndi çoxu stomatologiyadadırsa, deməli AYC stomatologiyadadır. Bu BDF-dən biri ilə C də BDF-lə biri ilə müalicə işindədir. Pediatriyada da BDF-dən biri. Yəni biz burada A-nı, Y-ni, C-ni, G-ni tapa bilirik də, 4-ünün yerini tapa bilirik. Yenə də bu 7 məzundan B, D, F-in yeri qaranlıqdır. Yəni biz məzunlardan çoxunun stomatologiyada olduğunu bilsək belə 4-ünün yerini dəqiq tapa bilirik. Növbəti sualımız şəkil əlaqəsi mövzusundan olan bir sualdır. Bu tip suallarda dedik ki, baxın, bu soldakı ikisinin üst-üstə qoyuluşu, sağdakı ikisinin üst-üstə qoyuluşunu verməsi üçün solda olan xətlərin hər biri sağda da olmalıdır. İndi bu çatışmayan fiqur, sağ tərəfdə çatışmayan fiqur, soldakı fiqurlarda olub, sağdakı fiqurun üzərində olmayan xətlərdən ibarət olmalıydı. Dedik ki, variantları da çıxdaş eləmək olur burada. Həmən o xətləri, məsələn, soldakı birinci fiqurda olub, sağdakı fiqurda olmayan xətləri çəkədə bilərdiniz. Məsələn, burada qara nöqtəyə fikir verin. Bax, qara nöqtədən yuxarı qalxan bir xət var, hansı ki, bu xət. Sonra o xətdən, deməli, qara nöqtənin üstündən beləcə bir xət düşür, bu xət. O gəlib hətta buna birləşir. Məsələn, o B-də bu hissə yoxdur. Digər variantlarda var. B-ni silirik. Daha sonra dedik ki, biz sağa gedib aşağı düşən xət var. Sonra aşağıdan bu orta xəttin sağ hissəsi yoxdur. Yəni bu hissə yoxdur. O hissə yoxdur. Onu çəkib bərpa elədim. Sonra məsələn bu deməli soldakı hissə bu vəziyyət yoxdur bizim üçün. O yoxdursa deməli o olmalıydı, amma məsələn C-də bu vəziyyət yoxdur. C-də bu hissə yoxdur deyə C-ni silirik. Digər variantlarda var. Daha sonra biz baxırıq, deməli, soldakı birinci şəkildə başqa nə çatmır? Bu hissə də yoxdur da. Baxın, burada bu da yoxdur deyə. Məsələn, o qara nöqtədən aşağı düşən xəttin, deməli, məsələn, A-da var o hissə, Y-də var o hissə, amma Y-də yoxdur. Bu hissə Y-də yoxdur deyə biz Y-ni də silirik. Aynən B-nin fərqinə baxsaz, hansı hissələrdə fərq var? Bu hissədə. D-də bu hissə var, A-da yoxdur. O hissə, deməli, qara nöqtənin aşağı bu hissəsidir. O var da, bizə o lazım deyil ki, bizə olmayanı lazımdır. O da bu sol hissə idi, çəkdim mən. Ona görə, yəni bizə bu vəziyyət lazım idi. A-da var, D-də artıqdır. Ona görə cavab olur A variantı. Daha sonra 86-da paralelogram, paraleliped. Paralelogram müstəvi fiqurudur, paraleliped fəza fiqurudur. Bu qanuna uyğunluğa əsasən bizim buradakı cavabımız kub kürə olacaq. Çünki kub müstəvi fiqurudur. Daha doğrusu, yox, kub da fəza fiqurudur, kürədir. Amma bizə kvadrat kub lazımdır. Çünki kvadrat müstəvi, kub fəza fiqurudur. Daha sonra 87-89 nömrəli mətni təhlil eləyək. Bu mətndə bizə nə deyilir uşaqlar? Deyir ki, 9 nəfər müəllim X, Y, Z, W, U, T, S, R 3 seminarda ABC-də iştirak etməlidir. Hər bir müəllim yalnız bir seminarda iştirak edə bilər. Bu müəllimlərin seminarda iştiraklarına dair aşağıdakılar məlumdur. A seminarında B seminarından bir nəfər artıq iştirakçı olmalıdır. A seminarında B seminarından bir nəfər artıq iştirakçı olmalıdır. X, Y, Z-dən heç biri A seminarında iştirak edə bilməz.
W ve U'dan heç biri B seminarında iştirak edə bilməz. TSR-dən də heç biri C seminarında iştirak edə bilməz. İndi gəlin bir dənə belə balaca bir cədvəl çəkək bunun üçün. Məsələn, burada bizə verilibdir X, Y, Z, W, deməli V, U, T, S, R. Deməli, seminarlar A seminarıdır, B seminarıdır, C seminarıdır. Deməli, uşaqlar, burada bizə demişdi ki, X, Y, Z-dən heç biri A seminarında iştirak edə bilməz. X, Y, Z A seminarında iştirak edə bilməz. W, V, U, B seminarında iştirak edə bilməz. T, S, R də C seminarında iştirak edə bilməz. Və A seminarında B seminarından bir nəfər artıq iştirakçı olmalıdır. A seminarında B seminarından bir nəfər artıq iştirakçı olmalıdır. Keçirik indi sualımıza. 9 iştirakçıdan ən azı neçəsi C seminarında iştirak edə bilər? Ən azı. Sonra C seminarında biz 9 iştirakçıdan C seminarında iştirak edən bir nəfər götürsək, ən azı bir nəfər, qalır yerdə 8-i. Bu 8 nəfəri biz A və B-yə elə bölməliyik ki, A-da B-dən bir nəfər çox olsun. Mən bu 8-i mümkün deyil, axı ya 5-3 bölə bilərəm, ya 4-4 bölə bilərəm, ya da 6-2, yəni 7-1 kimi. Mümkün deyil ki, bir vahid fərq yaradım burada. Ona görə mən ən azı C seminarında iştirak edə bilən ən azı 2 nəfər götürüm ki, yerdə qalan 7-ni də 4-3 kimi A-ya, B-yə bölə bilim. Ona görə bu şərti ödənməsi üçün, A-nın B-dən bir nəfər çox olması şərtini ödəməsi üçün biz minimum C-yə ən az iştirak edən 2 nəfər götürməliyik. Daha sonra deyir ki, C seminarı barədə aşağıdakılardan hansı doğru ola bilər? 9 müəllimdən yalnız Y və T iştirak ediblər C seminarında. İndi baxın, mütləq doğru ola biləni soruşur. Buna biz doğru deyə bilmərik ki. Çünki C seminarında 9 müəllimdən yalnız Y və T iştirak edibdir deyir. C seminarında Y də iştirak, T iştirak edə bilməz. Axı bu mütləq səhvdir də. T C seminarında iştirak edə bilməz. Çünki TSR C seminarında heç biri iştirak etməyib demişdir. 9 müəllimdən X və U iştirak edibdir. X və U iştirak edə bilər, amma yalnız yox da, başqaları da iştirak edə bilər. 9 müəllimdən yalnız Y, X, W iştirak ediblər. Yalnız. 9 müəllimdən yalnız W və U iştirak edib C seminarında deyir. 9 müəllimdən yalnız Z, X, U, R iştirak ediblər. Ümumiyyətlə, R C seminarında iştirak edə bilməz. Bu aydın məsələdir. İndi 9 müəllimdən yalnız Y, X və W iştirak edibdir C seminarında deyir bizə. Bir də növbətində isə deyir ki, 9 müəllimdən yalnız W və U iştirak edibdir C seminarında. İndi bizə deyir ki, doğru ola biləni soruşur da uşaqlar. Doğru ola biləni soruşur. Doğru ola biləni soruşur. Mütləq doğru hansı mütləq doğrudur soruşmur. Və biz də baxırıq ki, W və U C seminarında iştirak edə bilərmi? W və U C seminarında iştirak edə bilməz. Səbəb, C seminarında bu 9 nəfərdən 3-ü iştirak etsəydi əgər 3-ü, yerdə qalardı 6 nəfər. Axı mən 6 nəfəri A və B-yə bir vahid fərqi ilə bölə bilmirəm. Yəni biz 6-nı 5-1, 4-2 bölə bilərik ya da 3-3. Amma A, B-dən bir vahid çox olsun, onda gərək C seminarında 3 nəfər iştirak etməsin. Yəni burada doğru ola biləni soruşur da, mütləq doğru olanı soruşmur deyə, eləcə doğru ola bilən B variantı olacaq. Çünki C seminarında 3 nəfər iştirak etməyi mümkün deyil. A və B-yə saylara görə bu düz gəlməz. Ümumiyyətlə, R C seminarında iştirak etməmişdir demişdi bizə. Ona görə Y də mütləq səhvdir, doğru ola bilməz, doğruluğu mümkün deyil. 9 müəllimdən yalnız
Y və T iştirak edibdir C seminarında. Burada da deməkdir ki, T iştirak edə bilməz. Hə, bir dənə 9 müəllimdən yalnız X və U iştirak edibdir C seminarında. Bu doğru ola bilər, olmaya da bilər. Amma doğru ola biləni soruşur deyə bunu götürməlisiniz cavab olaraq. Sonra B seminarında yalnız T və Z iştirak edərsə, C seminarında 9 müəllimdən neçəsi iştirak edər? Uşaqlar, B seminarında yalnız T ilə Z iştirak edərsə, bu deməkdir ki, B-də 2 nəfər iştirak edir. A-da B-dən 1 nəfər çox iştirak etməli idi. O da 3 nəfər olacaq. Bu 9 şəxsdən yerdə qalan 4-ü məcbur C-də iştirak etməlidir. Ona görə C seminarına düşəcək şəxslərin sayı 4 nəfər olacaq. 90 nömrəli sualda deməli bizə deyilir ki, ardıcıllığı pozan həddin yerinə uyğun olan həddi tapaq. Deməli, görək ki, burada qanuna uyğunluq hansı şəkildədir? Üstünə 3 gəlsək, 5-in 8-i eləyir, 2-yə vuranda 16. Üstünə 3 gəlib, 19 alırıq, 2-yə vuranda eləyir 38. İndi 38-in üstünə də 3 gəlib 41, 2-yə vurub 82, 3 gəlib 85. 22 qanuna uyğunluğu pozan həddir. Amma ardıcıllıq pozan həddin yerinə uyğun olan ədədi soruşur deyə 38 götürəcəyik burada. 91 nömrəli sual. Kub sualıdır, deyir, bu kubu yığıb aşağıdakı vəziyyətə gətirsək, qonşu ola bilən 3 dənə üz hansı üzlərdir? Biz burada uşaqlar üzlərin deməli paralelliyini axtardıq ki, paralel olan üzlər olan variantları silməliyik. Məsələn, biz bu kubu normal hala gətirəndə, elə bir ki, 6-nı siz təsəvvür eləyin ki, 4-ün solundadır. Biri də buradan fırladıb aşağı düşürsək, 3-ün sağındadır. Deməli, 4 ilə 1 paraleldir deyə A ola bilməz. 6 ilə 3 paraleldir, B ola bilməz. Y ola bilməz. 2 ilə 5 paraleldir, C ola bilməz. Bizə bu kubun yığılmış vəziyyətində görünə bilən 3 dənə qonşu üz lazımdır. O da D variantıdır. 2, 3, 4. Bir-birinə eləcə birləşibdilər. 92 nömrəli sual. Bu da maraqlı bir sualdır uşaqlar. Deməli, 92 nömrəli sualda bizə deyir ki, bu verilən deməli, dama, dörd bucaqları aşağıdakı boş şəkildə elə yerləşdirin ki, sərhədlərdə duran rəqəmlər eyni olsun. Qonşu rəqəmlər eyni olsun, bir-birinə birləşən rəqəmlər. Burada nəyə fikir verməlisiniz uşaqlar? Məsələn, buradan baxırsınız ki, sağ tərəfi 1 olan 4 dənə dama var. 4 dənə fiqur var. Sol tərəfi 1 olan 1 dənə fiqur var. Bu sağ tərəfi 1 olan 4-ünün biri ilə sol tərəfi 1 olan fiqur birləşəndə, o sağ tərəfdə 3 dənə 1 olan fiqur qalır ki, biz onları məcburuq ki, ancaq sağ tərəflərə yığaq ki, o ortalarda ən solda qalsa, onların sağına solu 1 olan dama qoymalıyam, o da yoxdur. Solu 1 olan 1 dənə idi. Ona görə biz sağı 1 olanları məcbur ən sağ sütuna düzməliyik. İndi baxıram ki, məsələn, burada 6-9 olan, burada da üstü 9 olan fiqurumuz var. Və bu ortadakının, məsələn, üstü 8-dir, burada da sağı 1 olanın üstü 8-dir. Bunlar, deməli, uşaqlar, eləcə alt-alta birləşə bilərdi. Bundan əlavə də, mən baxıram ki, bu ən aşağıdakı fiqurumuzun, deməli, alt tərəfi 5-dir. Alt tərəfi 5-dir, üstü də 5 olanımız var. İndi burada nə etməliyik biz? Sağ tərəfi 1 olanları ən sağ tərəfə düzürüksə, indi bu sağ tərəfi 1 olan 4-ündən hansı 3-ü bu sağ tərəfdə, sağdakı üstündə olacaq, onu müəyyənləşdirməliyik. Məsələn, baxıram ki, mən burada götürüb, deməli, burada ən aşağıda, sağdakı küncdəki 6-5 olanı alta qoysaq və sağı bir üstü 5 olan var axı. Bunun üstünə nə düşəcək? Bunu da ən üstə qoysaq, ən üstə qoysaq. Hə, tutaq ki, bura 5, bura 6, bura 1, burada 8 oldu. Məsələn, bunu yerləşdirdim. Onun altına sağı 1, üstü 8 olanı qoymalıyıq. Bu ortadakını solu 5,
6, 9, sağı 1. İndi bunun da altına ən aşağı sağdaşını qoymalıyam ki, üstü 9, sağı 1'dir. Üstü 9, solu 3, altı 5'dir. Bu aydındır. İndi bəs bizim burada 6, üstü 5 olan, sağı 1 olanı ən üstə qoyduq. Bəs bir də ən yuxarıda alt tərəfi 5 olanımız var. Alt tərəfi 5 olanımız var. Sağı 7 olan, alt tərəfi 5, sağı 7 olan 2 dənə, hətta 2 dənə damamız var bu şəkildə. İndi bu yazdığıma əsasən mən digərlərini doldurmağa çalışsam, gərək ki, sağı 6 olanı, bura sağı 6 olan dama yerləşdirim mən. Axı bizə verilən bu damalarda sağı 6 olan yoxdur. Bir dənə solu 6 olan var idi. Deməli, mən bu solu 6 olanı ən sağa və yaxud da ortaya qoya bilməzdim. Niyə? Çünki sağı 6 olan yoxdur, axı onun soluna birləşdirim bu şəkildə. Deməli, mən məcbur idim ki, bunu ən sola saxlayayım, ən sol sütuna. Aydındır. Deməli, biz burada səhvə yol verdik ki, solu 6 olanı ən sağa qoymamalıydıq. İndi bu yazdıqlarımın burada hər birini silirəm. Deməli, biz nəyə fikir verməliydik? Solu 6 olan qalmalıydı ən sol sütun üçün. Sağı 1 olan, deməli 1, 2, bu üçünü birləşdirməliyik ən sağdakı sütunda. İndi burada 6, 2 olan var, üstü sağı 1, sonra 6, 5 olan sağı 1, bir də üstü 6, 9 olan sağı 1. Mən indi burada belə bir şey eləyəcəm ki, 6, 2 olanı, baxın, üstü 5, alt 2, sağ 1, sol 3 olanı ən alta yerləşdirsəm, onun üstünə də 6, 5, sağı 1 olanı bu fiquru yerləşdirə bilərəm. Sol 3, alt 5, üst 9 və 6, 9, sağı 1 olanı da bunun üstünə yerləşdirərəm. 6, 9, sağı 1, solu 5, üstü 8. Daha sonra bu üçünü yerləşdirəndən sonra mən deməli sol tərəfi 3 olanın soluna sağ tərəfi 3 olan, solu 5 olanın sol tərəfinə sağı 5 olan deməli fiquru yerləşdirməliyəm. Baxıram ki, burada sağı 5 olan da bir dənədir. O da aşağı sol küncdəki damadır. Onu eləcə və bura solu 3, üstü 9, altı 2 kimi yerləşdirirəm. Bunun da altında deməli sağı 3, üstü 2 olan bir dama olmalıdır. Sağı 3, üstü 2 olan da bir dənə ən yuxarı sırada ortadakıdır. Solunda da 1 var, 6, 9'dur. Və bunun soluna sağı 1 olan lazımdır. O da bu ən birinci ayırıb saxladığımızdır. Sol tərəf 6, üstü 5, sağı 1, alt 8. İndi bu ən üstdəki sətirdə sağı 3, 6, 5 olan bir dama lazımdır bizə. Sağı 3, 6, 5. Bir dənə ən üstdəki qalıbdır. Yəni üstü 4'dür onun da. Üstü 4, solu 2, 6, 5, sağı 3. Sonra deməli biz aşağı sətirdə 2 dənə damamız satışmır. Sağı 3, üstü 9 olan, bunu yerləşdirmişik. Sağı 3, üstü 9 olan, bu solu 7 olandı, 6, 4 olandı. Onun da soluna eləcə sağı 7, üstü 8, solu 9, altı 5 olanı yerləşdiririk. ABC ardıcıllığı ilə qiymətlər 542, 54, 2 şəklində olacaq. Daha sonra belə bir məlumat verilibdir bizə. 93 nömrəli sualda. Qələbənin 3 xalla, heç heçənin 1 xalla qiymətləndirildiyi çempionatda B futbol klubu 30 oyundan sonra 25 qələbə ilə ikinci yerə çıxır. 30 oyun var. B futbol klubu bunun 25'ini qələbə eləyir. Hər qələbə 3 xaldır. 25'i 3'ə vurub 75 almış oluruq. Və sonda məlum olur ki, B klubunun bir dənə heç-heçə etdiyi məlumdur. Bir dənə də heç-heçə edibdir. Olub bunun xalı 76. Amma A klubunun qələbələrinin sayı B klubunun qələbələrinin sayından az olsa da xalı 76'dan çoxdur. Çünki birinci yerə çıxıb deyir. İndi biz
A klubunun ən çoxu neçə heç-heçə etdiyini tapmalıyıq. Uşaqlar, A klubunun qələbələrinin sayını mən tutaq ki də bir 23 götürsəm hətta, 23-ü 3-ə vuranda 69 eləyir. 30 oyunun 23-ü qələbədir. Yerdə qalan 7 oyunun hər birini heç-heçə götürsəm belə, hərəsindən bir xal gəlsə üzərinə, 69-un üstünə 7 gələndə 76 eləyir. Bərabər oldu axı bunların xalları. Mənə lazımdır A klubunun qələbəsi 25-dən az olsun, ümumi xal 76-dan çox olsun. Deməli, A klubunun qələbələrinin sayı 23-dən çox olmalıydı. Deməli, 25 də ola bilməz. 25-dən az, 23-dən çox təkcə bir 24 ədədidir ki, 3-ə vuranda 72 eləyir. 30 oyunun 24-ü qələbədir. Yerdə qalan 6 oyunun 5-i də heç-heçə ola bilər. Çünki 24-ü 3-ə vuranda 72, üstünə 5 gəlsəz, 77 eləyir, birinci olur. Amma ən çox neçə heç-heçə eləyə bilər demişdi. Onda 6 heç-heçə eləyə bilər. Çünki 24-ü 3-ə vurdunuz 72, 24 oyun qələbədirsə 30-un yerdə qalan 6 oyunu var. 30 oyunun 24-ü qələbədir. Yerdə qalan 6 oyunun 6-sı da heç-heçə ola bilər. Yəni maksimum 6 oyun heç-heçə eləyə bilər bu. Yenə də deyirəm, 5-i də heç-heçə ola bilərdi. 5 oyun heç-heçə olsa, 24-ü qələbə, 5-i də heç-heçə olsa, yenə də birinci yerə çıxa bilir. Amma maksimum heç-heçələrin sayını soruşur deyə 6-sı da heç-heçə ola bilər yerdə qalan oyunun. Daha sonra uşaqlar, bizə deməli, növbəti sualda nə verilibdir? Bir tərəzi verilibdir. Bu tərəzidə hər bir yükün çəkisi bir rəqəmli ədəddir deyir. Yəni, bir rəqəmli ədədlərimiz bizim 0-dan 9-a qədərdir. Biz indi burada nəyə fikir verməliyik? Ən sağ tərəfdə baxırıq ki, 1, 2, 3, 4, 5 dənə kvadrat verilibdir bizə. Bu 5 dənə kvadratın cəmi bir dənə bu sağdakı fiqurun cəminə bərabərdir. Bu kvadratların hər birinə biz deməli, birdən çox qiymət verə bilmərik. Niyə? 2 versək, hər biri 2 olsa əgər, bu cəm 10 eləyir. Sağ tərəfində 10 olması üçün, onda bu təkcə bu plusun özü 10 olmalıdır. O da mümkün deyil. Hər biri bir rəqəmli ədəddir demişdir. Deməli, buradan aydındır ki, bu kvadratların hər biri 1-ə bərabərdir çəkiləri. Cəmi 5 eləyir. Sağ tərəfdə 5-dir. Toplam bura elədi 10. Sol tərəfdə bura bərabərdir. 2 yerə bölürük 5, 5. İndi biz ulduzla bu kvadratın cəminin 5 olduğunu bilirik. Kvadrat 1-dirsə, ulduz onda 4 olacaq ki, cəm 5 eləsin. Daha sonra sol tərəfdə 4 dənə fiqur verilibdir ki, bu 4-ünün cəmi 5 eləməlidir. İndi mən burada uşaqlar, bu 4 dənə fiqurun heç birinə 1 deyə bilmərəm, çünki 1-dən istifadə eləmişəm. 2, 3 deyə bilərəm. O da 4-ünün cəmi, elə hər birinə 2 desəm belə 5-dən çox eləyir. Məcbur olaraq bunların hansındansa 0 deməliyəm. Məsələn, mən götürüb bu 5 bucaq və trapesiyadan birinə 0 versəm, həm trapesiyaya 2 verib, dairələrə 3 versəm, yenə 5-dən çox eləyir. Və yaxud da dairələrə 2 verib, trapesiyaya 3 versəm, yenə 5-dən çox eləyir. Deməli, biz burada məcburuq ki, dairəyə 0 verək. Trapesiya ilə 5 bucağın birinə 2, birinə 3 qiymətini verək. Birinə 2, birinə 3 qiymətini verək. Və burada biz, uşaqlar, trapesiyaya 5 bucaqlıya 3 qiymətini verməliyik. Niyə? Trapesiya olacaq 2. Buna səbəb odur ki, sol tərəfdə bu tərəzidə görürsünüz ki, 4 dənə 5 bucağın cəmi 3 dənə ulduzun cəminə bərabərdir. Ulduzların hər biri 4 tapmışıq da. Ulduzların hər biri 4-dürsə, bu 12 eləyir. Sol tərəfdə 12-dir. 4 dənə 5 bucağa bərabərdir sol tərəf. 12-ni 4-ə böləndə 5 bucaqların hər birinə 3 düşür. Ona görə 5 bucaq 3, trapesiya oldu 2.
Daha sonra biz dedik ki 10, 10 bura olacaq 20, sol tərəfdə 20-dir. 2 yerə bölsək 10, 10 yenə də trapesiya 2-dirsə qara dairə 8 olacaq. Deməli bizim üçün bu 5 bucaqlı 3-dürsə sol tərəf 7 olacaq ki, ikisinin cəmi 10 eləsin. Toplam olaraq bu sağ tərəf 40-dır. İndi sol tərəfdə 12, 12, bax buranı 24 almışıq. Sol tərəfdə 24-dür. 24-ü 2 yerə böləndə 12, 12. Rondların hər birinə 6 düşür. Dairələr 0-dır. 5 bucaqlı 3-dür. 3 bucağa nə qalacaq? 9. Çünki cəm 12 eləməlidir. Bütün fiqurları bu şəkildə tapmış olduq. İndi yuxarıda hesablama aparsaq 5 bucaqlı 3-dür. Romb 6-dır 9. 4 güşəli ulduz 7-dir. Trapesiya 2-dir. 3 bucaq 9-dur. Qara dairədə 8-dir. Yəni konsentrik çevrə. İndi nəticədə 3 plus 6 9, çıx 7 2, 2 plus 2 4, 4 plus 9 13, 13-dən də 8 çıxanda cavabımız olacaq 5. 95 nömrəli sualımıza baxırıq. 95 nömrəli sualda nə verilibdir? Baxın, belə bir hesab əməli verilibdir. Deyir ki, deməli K0 elm ədədini 6-ya bölüb 342 almışıq. 4-də qalıq qalıb. Mən bu K0 elm ədədini tapmağım üçün 4-ü 342-yə vurub 6 ilə toplamalıyam. Və nəticədə nə alırıq uşaqlar? Alırıq biz 4-ü 340, daha doğrusu 6-nı 342-yə vurub qalıqla toplamalıyıq da. Natamam qisməti bölənə vurub qalıqla toplamalıyıq. 6-nı 342-yə vurub 4-lə toplayırıq. O bizə verəcək deməli 6, 6, 24, 4, 2 yadda 12, 18, o da ki 20, 2046. Biz KLM ədədimizi 2046 aldıq. KLM 2046-dır. K0 elm 2046-dır. Və baxırıq ki, 2046 ədədi 4 dənə x, y, z ədədinə bərabərdir. Biz 2046-nı 4 yerə bölürük. Olur bu bizim üçün 5. Deməli 4 gəldi, bir 0 atdıq, bölünmədi. Nə gəldi bir də? Yox, nəyəsə səhv hesabladıq. Biz deməli 342-ni 6-ya vuranda 12, 2, 1 yadda. Yadda qalanımız vardı. Bu 56 eləmə. Deməli 2056 ədədi alınır. 2056-nı biz 4-ə bölməliyik. 2056-nı 4-ə böləndə deməli bu 5, 1, 16 da 4-də 4-də 514 ədədi alınır. Deməli x, y, z ədədi 514 ədədidir. X, y, z-in hasili də 5 vur 1 vur 4 bizə verəcək 20-ni. Cavab olur burada 20. Daha sonra 96 nömrəli sual. Bu da bir maraqlı sualdır. Burada bizə deyir ki, deməli, zabit əskərə düz 9 dəqiqə sonra hücuma başlamağı əmr etdi. Əskərin 5 dəqiqəlik və 7 dəqiqəlik 2 ədəd qum saatlarının köməyi ilə 9 dəqiqəlik zamanı təyin etməlidir. Hansı qum saatlarının nə vaxt çevrilməli olduğunu tapıb uyğunluğu müəyyən etməliyik də. Yəni qısası belə. Yəni belə başa düşək ki, əskərin əlində bir dənə 5 dəqiqəlik qum saatı var. Bir dənə də 7 dəqiqəlik qum saatı var. Əskər bu iki qum saatı vasitəsilə 9 dəqiqə vaxtı hesablamalıdır. Deməli, əmr verilən anda, normal olaraq bu qum elə bir ki, aşağı hissədədir də, hər birində qumlar aşağı hissədədir. Əmr verilən anda bu hər ikisini çevirdi. 5 dəqiqəlik saatı da çevirib, 7 dəqiqəlik saatı da çeviribdir.
Bu 5 dəqiqə, bu da 7 dəqiqəlik saatı çeviribdir. Aha. İndi 5 dəqiqə keçəndən sonra bu 5 dəqiqəlik qum tamamilə axır aşağı, alta. Amma bu 7 dəqiqənin də 5 dəqiqəlik hissəsi tökülüb, 2 dəqiqəlik hissəsi qalıbdır. Yəni, əmr verilən anda hər ikisini çevirməlidir. Hər ikisini çevirdi ki, qumlar yuxarıdan aşağıya doğru axır. 5 dəqiqə keçəndən sonra isə bu 5 dəqiqəlik saatı bir də çevirməlidir. Niyə? Çünki, uşaqlar, 5 dəqiqəlik saatı ona görə çevirməli idi ki, 7 dəqiqənin artıq aşağıda 5 dəqiqəsi tökülüb, aşağı 5 dəqiqəsi tökülüb. Yuxarıda 2 dəqiqəsi qalıbdır. 2 dəqiqəsi qalıbdır. Bu 5 dəqiqəliyi bir də yenidən əksinə çevirməlidir ki, bu 5 dəqiqənin artıq qumu həmişə, deməli, hamısı tökülmüşdür aşağı. İndi o üst tərəfdə qalsın. O qumun bu 7 dəqiqəlik saatın 2 dəqiqəsi də axıb qutarana qədər o 5 dəqiqəlikdən də 2 dəqiqəlik hissə aşağı tökülsün. 2 dəqiqəlik hissəsi də aşağı tökülsün. Və biz 5 dəqiqəliyi sonra bir də əksinə çevirərik ki, 7 dəqiqədən sonra bir də 5 dəqiqəliyi çevirərik ki, bunun artıq bu aşağı tökülən 2 dəqiqəlik qumu yuxarıdan aşağı axanda, axıb qutaranda 9 dəqiqə tamam olsun. Yəni, əmr verilən anda hər ikisini əksinə çevirdik. Əmrdən 5 dəqiqə sonra, yəni 5 dəqiqəlik qum axıb qutardı. Bir də onu əksinə çevirdim ki, bu 7 dəqiqəliyin 2 dəqiqəsi var hələ. Bu 2 dəqiqə də axıb qutarandan sonra bu 5 dəqiqəlik saatın 3 dəqiqəlik, deməli 2 dəqiqəlik hissəsi tökülüb aşağı, 3 dəqiqə qalıb yuxarıda. Oldu 7 dəqiqə. Mən bu 7 dəqiqədən sonra bir də bu 5 dəqiqəliyi əksinə çevirərəm ki, artıq bu 2 dəqiqəlik hissə axıb qutaranda bilərəm ki, hə, zaman tamamlandı, nəticədə 9 dəqiqə tamamlandı. Ona görə də əmrdən 7 dəqiqə sonra da yenə də 5 dəqiqəlik saatı çevirməli idik əksinə. Bu qədər.